VAP dərslərimizin bu bölümündə biz OTP servis implementasiyasını icra etmək üçün bizə lazım olan mühiti qurmağı öyrənəcəyik. Əslində biz bunu test məqsədi ilə, yəni OTP məntiqini başa düşmək, SMS mesajları göndərməyi öyrənmək və bunun üçün bir servis yazmağı öyrənəcəyik. İlk növbədə bu servisi yazmaq üçün də bizə mühit lazımdır ki, hansı ki həmin servisdən istifadə edib öz OTP servisimizi yazaq və mesajın telefon nömrəsinə göndərilməsini tətbiq etməyə çalışaq. Bunun üçün gəlirik ilk növbədə brauzerə. Mən layihələrdə istifadə etdiyim e-maildən istifadə edəcəm. Yəni, bizim burada fullstackstaff.mail.ru deyə bir mailimiz var və bu maili istifadə etməklə akkauntlar yaratmağa çalışacağım. Akkauntların yaradılmasını gördükdən sonra isə digər hesab ilə davam edib əsas məsələni reallaşdırmağa çalışacağıq. İlk növbədə gəlirik clikatel.com deyirik və belə bir sayt gəlir qarşımıza. Bu saytdan istifadə edib buradakı API-yi götürüb SMS göndərməyi, yəni qısa SMS göndərməyi öyrənəcəyik. Bunun üçün try for free deyirəm və qeydiyyatdan keçməliyik. Demir, hətta belə deyim, fullstack staff deyək. E-mail adresimiz budur. Şifrəmiz nə olsun deyə düşünürəm. Bir şifrə təyin edirəm bura üçün. Sonra təsdiqlədim, təsdiqləyirəm və accountu yaradaq. Mən bu linkləri təbii ki paylaşacağam. Videonun altında linklər hissəsində görə bilərsiniz onu əlavə resurs olaraq. Belə bir hesabımız var artıq bizim. Verification istəyir bizdən, gedək verify edək. Verify now deyirəm. Continue. Artıq hər şey qaydasında görünür. Növbəti mərhələ bizim burada hesabımızı görürük. MySpace hissəsidir. Burada xidmətləri istifadə etməyə çalışacağım. Baxın, klik edirəm. Bu formada görürəm bizim nələrimiz var. Product və servislərə gələk. Misal üçün, mən SMS servisindən istifadə edəcəm və SMS seçib burada bir channel yaratmağa çalışacağım. Yeni bir channel yaradıram. View deyək. Gəldi bura. Keçirik. Yeni bir SMS channel setup etmək istəyirəm. Davam edirəm. Hansı ki API channel yaradacağım və sonra one way, yəni bir yollu sorğu göndərəcəm. Sorğunu qəbul etməyəcəm, sadəcə sorğu göndərəcəm bu API sayəsində. Next deyirəm. Multiple channels. Bizə HTTP API olaraq istifadə etmək istəyirik. Sonra create new HTTP API deyirəm və next dedim. Ad olaraq demir, description olaraq bir şey yazmıram. Setup type sandbox. Davam edirəm. Hələ ki buralarda bir şey etməyək. Bizdən əlavə nə istənilir? Görək. Standart seçirəm. Servis klası. Next deyirəm. Artıq bizim bir API-imiz var. Yəni bu servisdə bir SMS channel setup etdik və test nömrələrlə bunu yoxlamalıyıq. Mən bunu öz nömrəmi yazıb yoxlamamaq adına test olaraq edəcəm. Amma siz burada əgər öz nömrənizi yazsaz, misal üçün Azərbaycan deyib öz nömrənizi yazsaz, həmin nömrə vasitəsilə testlərinizi edə bilərsiniz. Yaxşı, öz nömrənizi istifadə etmək istəmirsinizsə, bunun üçün hansı yol var? Necə istifadə edib simulyasiya edə bilərsiniz? Nisbətdə daha çətin yoldur, amma yenə də istifadə edilə bilər. Növbəti tabı açıram və deyirəm ki receive sms.com bu sayta daxil oluram və bu saytı istifadə etməklə gəlib bu nömrələrdən istifadə edə bilərik rahatlıqla. Hətta sign up və login da ola bilərik. İstəsəz bunları edə bilərik rahatlıqla. Yenə də bizim e-mailimiz var. Bu e-maili götürürəm. E-maillərimizi yazdıq.
full stack staff olsun. Full stack staff deyək. Passwordumuz isə nə olsun deyə düşünürük. Gəlin icra edək. Özümdə olan password burada yapışdırıram və register deyirəm. Baxın, artıq register oldum. Sign olmağımı istəyir. Tamam, necə edəcəm? Şifrə yerinə şifrəmizi dolduracam. Mail yerinə isə mail adresimizi, yəni qeydiyyatdan keçdiyimiz mail adresini daxil etdim. Okey, hər hansı bir sıxıntı görülmür hazırda. Yaxşı, gəlin istifadə edək. Buradakı nömrələrin hər hansı birini istifadə edə bilərik. Mənim istifadə etdiklərimdən burada baxaq. Meksika deyək. Baxın, burada gələn mesajları görə bilərsiniz. Random mesajlar atır və biz bu provider'ı, yəni bu nömrəni istifadə edib bizə gələn şifrəni rahatlıqla authorize edə bilərik. Bunun üçün baxın 52 seriyadır, səhv etmirəmsə, prefiksdir. Ona görə o hissəyə qədər olanını seçirəm və yaxud da, yəni bilmirsinizsə, orada bir sıxıntı yoxdur. Gəlirik bu hissəyə. Burada baxın, manage test fonts deyə bir şey var. Onu seçirik və burada Meksikanı seçəcəyik. Yəni, seçdiyiniz nömrəyə uyğun. Okey, 52 qalanın buraya əlavə edirəm və yaxud da deyək ki, bilmədim nədir, nə deyil. Tam olaraq bura əlavə edəndən sonra qarşıdakı prefiksi silə bilərəm. Add dedim. Bizdən bir təsdiq şifrəsini gözləyir. OTP-ni özü də yoxlayaq. Gəlməsi lazımdır. Biraz zaman ola bilər. Okey, baxın. Belə bir mesajımız gəlib bizim. Götürdük. Daxil elədim. Okey, test telefon əlavə edildi. Sonra bizim bu setupımız çalışırmı, yoxsa çalışmırmı yoxlamaq istəyirəm. Gəldim. Deyək ki, okey, bu əla. Bir dənə test etmək istəyirəm. Testdə bu nömrəyə test atmaq istəyirəm. Test OTP demo 0321 deyə bir mesaj olsun deyirəm. Okey. Kifayət qədər balans yoxdur deyir. Yəni, belə bir problemlə qarşılaşa bilərik mesaj göndərmək üçün. Bunun üçün də balansı artıra bilərik. Mən başqa hesabdan daxil olacam. Burada top-up balans edib istifadə edə bilərik. Bunu etməmək üçün mən başqa bir hesab ilə daxil olub onun üzərindən davam edəcəm. Nömrəmizi götürək. Hətta linkimizi götürək. Yeni nömrə əlavə edirəm. Yenə Meksika seçdim. Submit deyirəm. Okey, pinə bir baxaq. Görə gələcəkmi? Yenidən pin gəlməlidir bizə. Okey, gəldi. İstifadə edək. Əla. Test. Okey, artıq aktiv nömrə. Test OTP 4452 deyək misal üçün. Seçirəm bu nömrəyə göndərsin bu mesajı. Baxın, mesaj getdi. Hər hansı bir balansdan silinmə olmadı. Yoxlasaq, baxın, göndərdiyimiz mətin gəldi. Demək ki, biz bu iki mühiti istifadə etməklə öz yaratdığımız HTTP API Details dediyimiz bu hissədə, yəni bizim SMS channelımız var. Bu channel çalışır, yoxsa çalışmır, onu öyrənmiş olduq. Və bunu istifadə etmək olar. Təbii ki, ikinci Receive SMS dediyim bu saytı sadəcə vizual olaraq göstərməyə çalışdım ki, çalışır yoxsa yox. Təbii ki, burada yəni siz Receive SMS olmadan da Clickatail API-ni istifadə etməklə bu prosesi edə bilərsiniz. Və biz OTP servisimizdə də həmçinin bu API-yi istifadə etməklə gördüyünüz kimi keylərimiz var. Ona uyğun mesajlar göndərə bilərik və s. və s. Bunu istifadə etməklə rahatlıqla SMS göndərə bilərik və bu SMS-i də biz OTP servisimizdə istifadə edəcəyik ki, hər hansı bir telefon nömrəsinə, təbii ki, burada vurğulamaq istəyirəm,
test olaraq qeyd etdiyiniz nömrəyə ancaq sorğu göndərə bilərsiniz. Yəni, başqa bir nömrəyə öz nömrənizi yazsaz hazırda getməyəcək. Niyə? Çünki burada sizin test nömrələriniz hansıdırsa, ancaq onlara SMS göndərmək olar. Bunu da nəzərdə saxlayaq. Bu dərsimiz bu qədər. Növbəti dərsdə görüşənədək hələlik.